Salam Elmar, hər vaxtınız xeyir. Bəli, paytaxt Bakı növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Bu dəfə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası, yəni WUF 13 paytaxtımızda keçirilir. Artıq tədbirin açılış mərasimi də baş tutdu səhər saatlarında. Qeyd edim ki, bu gün Bakı qlobal mənzil böhranı və dayanıqlı gələcəyi müzakirə etmək üçün dünyanın paytaxtına çevrilib. Desək yəqin ki, yanılmarıq. Çünki 180-ə yaxın ölkədən 32 mindən çox nümayəndə buradadır. Bu isə rekorddur. Yəni WUF tarixindəki sessiyalarda ilk dəfədir ki, bu qədər qonaq iştirak edir. Dövlət başçıları, nazirlər, şəhər merləri, tanınmış memarlar, urbanistlər qlobal mənzil böhranına çarə tapmaq üçün paytaxtda toplaşıblar. Qeyd edeyim ki, forum tarixində ilk dəfə liderlər samiti də keçiriləcək. Burada 6 gün ərzində bəşəriyyətin gələcək şəhər modeli formalaşacaq. Forum müddətində ümumilikdə məlumat üçün bildirim ki, 300-ə yaxın sessiyanın keçirilməsi nəzərdə tutulur. Əsas müzakirələr isə mənzil böhranı, gecəqonduların transformasiyası və iqlim dəyişikliyi fonunda şəhərlərin adaptasiyası üzərində qurulub. Əlavə edeyim ki, hazırda dünyada 3 milyarda yaxın insan mənzil çatışmazlığından əziyyət çəkir. Bu da dünyada 3 milyarda yaxın insanın layiqli mənzil təminatından məhrum olması deməkdir. Belə bir şəraitdə bu dialoq, Bakıda keçirilən dialoq mənzil böhranının miqyasını müzakirəyə çıxararaq hər kəs üçün təhlükəsiz və əlçatan mənzil təminatını reallaşdırmaq üçün təcili və koordinasiyalı strateji tədbirlərə nəzər salır. Əlavə eləmək istəyirəm ki, keçirilən panellərdə gecəqonduların və qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası, mənzil təminatının sosial-iqtisadi gücü və mənzil maliyyələşdirilməsində yeni iqtisadi modellər müzakirə olunacaq. Xüsusən iki istiqamət Azərbaycan üçün də böyük rəmzi əhəmiyyət daşıyır. Bunlardan birincisi iqlim və mənzil əlaqəsidir ki, Bakı bildiyimiz kimi COP29-dan sonra yaşıl şəhər salma mövzusunu burada davam etdirir. İkincisi isə böhran və münaqişələrdən sonraki bərpa və yenidən qurma müzakirələridir. Bildiyimiz kimi dünyanın fərqli yerlərində baş verən böhran və münaqişələr on minlərlə, yüz minlərlə insanın evsiz qalması ilə nəticələnir. Məhz bu baxımdan bu mövzunun müzakirə olunması da xüsusi əhəmiyyət kəsb edir.